Deyibən, qaynanam çox bədəxlaq adam idi, çox kobud adam idi. Hər gün ağzından çıxanı mənə deyirdi. Mən də dözürdüm. Dözürdüm, axır gördüm ki, yox, mümkün deyil. Elə sözlər deyir ki, dözmək mümkün deyil. Getdim Əllamə Qazi, dedim ki, mən boşanımda da bacarmıram. Dedi ki, həyat yoldaşımdan narazılığım var. Dedim, yox, niyə boşayırsın, neynəsin, onun günahı nədir? O neyniyib ki sənə? Boşanmaq fikrindən vaz keç. Bir vaz keçdim. Döz dedi, səbr elə. Gəldim bir evə. Evə gəldim, girdim evə, gördüm ki, oturub yenə məni görən ki, başladı söyüş söyməyə, təqqir eləməyə. Əsəb gəldi deyir mənə bərk, çıxdım, qaçdım evdən. Qaçdım evdən, getdim, yolda deyir gözüm açıldı. Gördüm cismimdən ruhum ayrıldı və bunun bütün söyüşləri mənim o nəfsanə tərəfimə gedir. Mənim özümə gəlmir. Gördüm ki, də dönüş yarandı ruhumda, ona dözməyimlə. Qayıtdım, gəldim evə, başladım onun əlindən öpməyə. Bu da baxır ki, bu dəli olub yəqin. Mən bunu söymüşəm, bu qayıdıb məni əlimdən, ayağımdan öpür ki, çox sağ ol ki, məni söydür.